Qazax su meliorasiya sistemlərinin istismarı idarəsi rayonun 18.972 hektar kənd təsərrüfatı bitkiləri əkilmiş pay torpaq və həyətyanı sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edir. Rayon ərazisində idarənin balansında 921 kilometr uzunluğunda kanallar, arxlar, boru kəmərləri və qapalı şəbəkələr mövcuddur. İlin əvvəlindən istismar tədbirləri planına əsasən mexanizmlərlə 65 kilometr uzunluğunda arx və kanallarda lildən və kolkosdan təmizləmə işləri aparılıb. Eyni zamanda əl əməyi ilə kanallarda 150 kubmetr həcmində lildən təmizləmə işləri yerinə yetirilib. Hal-hazırda dayandığımız kanal Kosalar kəndində yerləşən Tutluq adlanan kanaldır ki, bu kanalın bir hissəsi beton üzlüklüdür və beton üzlüklü kanalda da müəyyən hissələrdə texnikanın işləməsində kanalın beton səthinin zədələnməməsi üçün işçi qüvvəmizin əl əməyi ilə təmizləmə işləri aparılır. Qazax su meliorasiya sistemlərinin istismarı idarəsinin balansında mövcud olan 22 ədəd nasos stansiyasından 20'si fəaliyyətdədir. Hazırda nasos stansiyalarında da cari təmir işləri aparılır. Torpaq məcralı dəmirçilər arxında əsaslı təmir işləri davam etdirilir. Coğazçay su anbarının su tullayıcı qurğusunun təzyiq söndürən hovuzunun təmir olunması da planda var. Hal-hazırda dayandığımız idarənin balansında olan Coğazçay su anbarıdır. Ambarın tutumu 20 milyon kubmetrdir. Su ambarı vasitəsilə Qazax rayonunun 2593 hektar pay torpaq və həyətyanı sahələri suvarılır. Eyni zamanda Yeni Abbasbəyli nasos stansiyası vasitəsilə ambardan su götürülərək Fərahlı kəndinin 1000 hektar sahəsinə örtülü suvarma şəbəkəsi çəkilmişdir və bu sahələrdə ambardan götürülən su vasitəsilə suvarılır. Son illər Qazax rayonunda görülən meliorativ tədbirlər əkin sahələrində bol məhsul yığımına səbəb olub. Su kanallarımız, eləcə də torpaq örtülü kanallarımız demək kol-kosdan təmizlənir. Yaz suvarmasına hazırlaşırıq. Gördüyümüz bax bu əkin sahələrimizin də ona görə çıxışımız belə gözəl alınıb ki, pay suvarmamız vaxtında aparılıbdır. Heç vaxt incidilməmişik. Su işçilərimizə də təşəkkürümüzü bildiririk ki, həmişə bizim qeydimizə qalıblar, biz təsərrüfat sahiblərinin. Qeyd edək ki, Qazax su meliorasiya sistemlərinin istismarı idarəsi Qazax şəhəri Ağköynək Qara Papaq kəndlərinin 9357 abonentini içməli su ilə təmin edən Qara Həsənli kəndində yerləşən 12 ədəd subarteziyan quyuları və mərkəzi nasosxanada cari təmir işləri aparılıb. Əhali 24 saat fasiləsiz içməli su ilə təmin edilir.